mənfi komment kimi yazırlar, qeyd edirlər ki, bəs Amerikada insanlar bir-birinə, uşaqlara cinsiyyətin nə olduğunu sualını verirlər. Uşaqdan soruşurlar ki, sənin cinsiyyətin nədir? Bəs vыбor verirlər, uşağa seçim verirlər, sən seçər. O barədə deyirlər ki, bəs Amerikada pisdir də, bəs elə şeylər var. Mən misal üçün fikirləşirəm, Texas biraz o barədə yaxşıdır. Texas açığı, mən bir Azərbaycanlı kimi burada yaşamaq üçün rahat yerdir. Rahat yerdir, insanlar tərbiyəlidirlər. Hətta məktəblərdə deyərdim ki, mən çox diqqət yetirirlər. Adi, hətta ibtidai sinifə gedən qız uşaqlarına ətək geyinirlərsə, ətəyin altında nisbətən uzun bir şorti kimi məsləhət görürlər. Hətta valideynlərə ismarıc göndərirlər ki, ətək geyindirirsə mütləq altında nəsə bir şorti geyindirin. Burada o baxımdan, yəni o baxımdan çox yaxşıdır. Yəni bizim ətrafda da bizim uşaqlar dost tanış da, yaxın tanışlar da var ki, onlardan soruşmuşam. Bəs uşaqlardan heç vaxt elə onların uşaqları böyük siniflərdə oxuyurlar. Heç vaxt onlara o sualları vermirdilər. Vermirlər. Hətta belə deyək, əksər məktəblərdə, yaxşı, nisbətən yaxşı belə deyək, qreydi olan məktəblərdə uşaqlar həddindən çox tərbiyəlidir. Məsəl üçün bəzən adam düşünürdü ki, məsələn, hətta söyüş döymirlər. O çox vermisənsə, hətta müəllimlər də, geyimləri də çox yığcam. O baxımdan, yəni məktəbdə o şeyə diqqət çox yetirirlər və hətta ən çox xoşuma gələn odur ki, yeniyetmələr söyüş söyməyə, belə üzr istəyirəm, ibrətamiz olmayan ifadələr işlətməyə meyilli deyirlər. Bilirsən, hər cəmiyyətdə var, o neşə belə deyil, çapqalsız olmaz. Açığı, başqa ştatlara biz getdik, məsələn, Arkansasa getdik, orada tamam fərqli idi. Yəni, mən tez-tez Georgia'ya gedirəm. Georgia'da mühit mənim xoşuma gəlmir. Nisbətən Afro-Amerikalılar yaşayan yerlərdə nisbətən o baxımdan məsləhət deyil yaşamaq üçün. Mən bizim millətə məsləhət görürəm. Deyək də, Amerikaya gələndə mütləq şərtlərdən biridir ki, əgər yaxşı mühitdə yaşamaq istəyirsinizsə, qabaqcadan araşdırın. Araşdırmaq lazımdır, məktəblərə diqqət yetirmək lazımdır. Doğru köçəndən sonra. Uşaqları göndərəcəyiniz məktəbin ən azından çalışın, araşdırın. Yəni, internetdə məlumatlar düzgündür. Məktəbin adını qeyd eləsəz bəs edir. Ən azı 6+ qreyd olsun, 6-7+, belə nə qədər yüksək olsa, o qədər yaxşıdır. Belə şeylərə diqqət yetirmək lazımdır. Texas, məsəl üçün, bizim millət üçün o baxımdan yaşamağa mən rahat yer hesab edirəm Azərbaycanlılar üçün.